Avropa Şurası Parlament Assambleyasının Kristofer Strasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi üzrə qətnamə qəbul edilməməsi uğursuzluq deyil. Bu barədə çərşənbə axşamı Ratinin media mərkəzində bir qrup hüquq müdafiəçisinin keçirdiyi mətbuat konfransında deyilib. Mətbuat konfransı Norveç İnsan Hüquqları Evi Fondunun filialı olan İnsan Hüquqları Evi ilə birgə keçirilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, Azərbaycan üzrə məruzəçilər Qrex və Arqamuntun hesabatında siyasi məhbuslar məsələsi əksini tapıb. Strasserin məruzəsinin qəbul edilməməsinin səbəblərinə gəlincə, səbəblərdən biri Aşpa sessiyasına gələn Azərbaycan hakimiyyətinin və hökumət yönlü təşkilatçıların lobbiçiliyi olub. Lakin bütün bunlar heç də o demək deyil ki, siyasi məhbuslar məsələsi qapandı. Hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi və siyasi məhbuslar üzrə vəziyyətə görə məsul şəxsin olmasına çalışacaqlar. Vətəndaş cəmiyyətinin vəzifəsi bu istiqamətdə işi davam etdirməkdir, deyə Hüseynov bildirib. Onu deyə bilərik ki, ümumiyyətlə orada kifayət qədər belə deyək də, insan haqlarına zidd olan hərəkətlər baş verir. Azərbaycan hökumətinin lobbiçiliyi, belə deyək də, anti-addımlar hiss olunan idi. Onlar istərsə delegasiyalarla, istərsə bəzi, belə deyək də, qeyri-hökumət təşkilatların nümayəndələrin əli ilə, bəzi, belə deyək də, keçmiş, belə deyək, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların əməkdaşlarının əli ilə orada müəyyən işlər görüblər. Amma biz yenə də bunları uğursuz bir, belə deyək, cəhd qiymətləndiririk. Təbii ki, biz qələbə çalmışıq. Azərbaycanda olan problemləri ən azından Avropa Şurası ölkələrinə çatdırmışıq. Bundan öncə əsas qələbələrimizdən də biri də odur ki, artıq Azərbaycan timsalında Avropa Şurası tərəfindən siyasi məhbus, siyasi dustaq anlayışı qəbul olunur. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı mətbuat konfransına telefon vasitəsilə qatılıb. O deyib ki, Aşpa sessiyasında eyni zamanda iki hesabatın məruzəsi ümumi vəziyyətə təsir göstərib. Birinci hesabat üzrə qətnamədə Azərbaycanda siyasi müxalifətin fəaliyyəti üçün şərait, azad məhkəmələrin olmadığı, siyasi motivlərlə həbs edilənlərin mövcudluğu qeyd edilib. Deməli, fəaliyyət proqramı bu problemlərin altından qalxmasına bağlı əldə olunmalıdır və həyata keçirilməlidir. Orada deməli, həmin qətnamədə, həmin raportda konkret olaraq vicdan məhbusu hesab olunan bir çox siyasi məhbusların adları çəkilir. Bunların içərisində jurnalistlər də var, bilirsiniz, əvvəl Zeynallı, Quba jurnalistləri və bir çox başqa deməli şəxslər də var. Onların indi o siyahda olunan bir neçəsi buraxılıb ötən müddətdə, amma bir çoxları hələ də həbsdə qalması davam edir və çox ciddi şəkildə hökumətə tövsiyə olunmuşdur ki, Azərbaycan hökumətinə siyasi məhbuslarla bağlı həm onların azadlığa buraxılmasını bağlı tədbirlər gözlənilən və yeni məhbusların aradan qaldırılıb, əmələ gəlməsinin aradan qaldırılmasına bağlı çox ciddi tədbirlər görmüş olsun. İnsan Hüquqları Evinin nümayəndəsi Şəhla İsmailin sözlərinə görə, Azərbaycanda baş verənlər təmsil etdiyi təşkilatı narahat edir. O qeyd edib ki, İnsan Hüquqları Evi Aşpada müzakirələrin yekunları və Strasserin məruzəsi üzrə qətnamə qəbul edilməməsi ilə bağlı press-reliz yayıb. Press-relizdə şübhə doğuran bu qərardan təəssüf ifadə olunur, deyə Şəhla İsmail bildirib.